Bu ne yemək istəyir? Onu sən Qaralamışam ben bunu. Mən də bunu qaralamışam. Buna. Qaqa, deməli akapel. Təmiz kərə yağı. Yaşız vaxtda bu nədir? Buna. Bax buna. Baba əlimlə baba. İlan qardaş, danış da lan. Mən söz tapa bilmirəm danışım. Doğrudan. Bəh. Möhtəşəm. O bir video tutmuş diye atmışdı değil mi? Hə. Bax, izləyicilər qoy içsinlər. Həmən tutan videonun qardaş səsi baxmış şəxs sözüdür İlan qardaşımız. Bunun adət-ənənəsi var da məndə. Palçıq turşudur. Mənə Qaqa, palçıq mənə turşudur. deyirlər, şapalaq bir kanalı bıçağı. Əllə. Sadəcə dedilər ki, yemirsiniz. Bəli. Yiyin biz dedi o yeməyi izləyək də. Bəli. Vay. Bu yeməyi görən görür ya, bunun möhtəşəmliyini Gəl görürlər. baba. Bunu bir dənə yemək qaydasında göstər Murad qardaş. Gəldi yan. Əlin yandı. Bax. Vay. Ət dağılır. Diri yağın içində pişir də bu. Diri yağın içində. Hamımızı gözləyirik. İstəyir yaşıl məkanda, yaşıl bağda, istəyir Patandatla bizim Kaspiyan Hospitalının üzböz Murad Kəngərli ət dükanında. Buyurun gəlin, buna bax. Gəlin, bax Muradın şapalağından siz də yiyin. İnanın dadından doya bilməyirsiniz. Həqiqətən deyirəm. Dananın Usta şapalağında. kimdir? Xeyr, Muradın şapalağı. Usta kim? Arif Buyurun. Bakilski. Pişirdiyi yeməklər, dadı, təmu. Tez bir zamanda ikinci mərtəbə. Bəli, az bir zamanda inşallah sürətli iş gedir, remont gedir. Yaxın bir vaxtda təqdim edəcəyik sizə açılışı. Hər birinizi gözləyir. Organik yeməklər bizdə olacaqdır. Sırf yeyişmək üçündür, bir də çatdırılma üçündür. Bütün ünvanlara çatdırma var. Zəng gelirsiniz, sifariş verirsiniz, bütün kebabları, stekləri çatır. Bu qədər. Öpürəm sizi, bağrıma basıram, yolunuzu gözləyirik. Akabelə də gəlin, Yaşıl Bağa da gəlin. Gəlin də gəlsin, quzu gəzək.